Yayda havalar isinəndən sonra daha çox müraciətlər nə ilə bağlıdır? Bildiyiniz kimi artıq sizin də vurğuladığınız kimi havalar dəyişməz, amma artıq yay aylarını hiss etməyə və yaşamağa başlamışıq. Və bu istilərin artması nəticəsində də əlbəttə ki, bəzi xəstəlik qrupları var ki, bunların kəskinləşməsini tez-tez müşahidə edirik və bəzi xəstəliklər də artıq özünü sanki yay üçün gözləyirmiş kimi bir ab-hava yaradılır. Bunlardan nədir? Misal üçün, gün vurma zaten bəli odur ki, yay aylarında daha çox müşahidə olunur ki, xüsusən dəniz çimərlik sezonları da açıldığına görə gün vurma hallarını biz həddindən artıq çox müşahidə edirik. Və gün vurma halı elə bir vəziyyətdir ki, bəzən vətəndaşlarımız bunu çox sıradan bir vəziyyət kimi qəbul etsə də, gün vurma ən bəsit bir simptomla başlayıb, hətta ölümə qədər apara biləcək ağır bir xəstəlikdir. Bundan başqa, son vaxtlarda müraciət edən xəstələrdə günəş yanıqlarına, dediyimiz kimi, bu dönəmlərdə artan xəstəliklərdən biridir. Bundan başqa, xəstələrin yüksək təzyiqli olan xəstələrin yüksək temperaturun təsirindən, havanın temperaturun artması təsirindən təzyiqlərinin yüksəlməsi, düşməsi, dalğalar getməsini tez-tez müşahidə edirik biz. Əslində, və xəstələr bizə bununla gəlir ki, doktor, son vaxtlarda mənim deyir, təzyiqim oynayır, bir qalxır, bir düşür. Yəni, bu birbaşa istinin təsirindən baş verir ki, bundan başqa qida zəhərlənmələrini də və mədə-bağırsaq pozuntularını da biz bu aylarda daha çox müşahidə edirik ki, çünki açıq havada satılan qidalar və yaxud da meyvə-tərəvəzin doğru şəkildə yuyulmadan istifadə olunması, bunlar hamısı bizim mədə-bağırsaq sıxıntılarını ortaya çıxardır. Bir də bu etapda böyrək xəstəlikləri, xüsusən böyrək çatışmazlığı halları da arta bilər. Çünki həddindən artıq tərləmə nəticəsində bədənimizdə ciddi maye balansı pozulur və bu da bizim böyrəyə gedən qanın miqdarını azaldaraq böyrək çatışmazlığını yarada bilər. Və şəkərli diabet xəstələri, bildiyimiz kimi bunların suya ehtiyac həddindən artıq çoxdur. Bu dönəmlərdə də bunların həddindən artıq su itirməsi nəticəsində şəkərlərin yüksəlməsi və yaxud da kəskin aşağı düşməsini də biz tez-tez müşahidə edə bilirik.